Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Toplamanın digər üsulları. Ədədləri açıq şəkildə yaz. Uyğun mərtəbə qiymətlərini toplamaqla cəmi tap. Baxaq, bizə 2 ədəd verib 243-ün üzərinə 624 gəlib. Açıq şəkildə yazaq. 243 ədədində 3 təklik var. 4 onluğumuz 40 və 2 yüzlüyümüz 200. 624-də 4 təklik, 2 onluğumuz 20, 6 yüzlüyümüz 600 edəcək. Və eyni qayda ilə toplayaq. 200, üzərinə gəlirik 40, üzərinə əlavə edirik 3-ü. 600, üzərinə gəlirik 20, üzərinə gəlirik 4. 200-ün üzərinə 600 gəlsək, edəcək 800. 20-nin üzərinə 40 gəlsək 60, 3-ün üzərinə 4 gəlsək 7 edəcək. Cəm edir 867. Yəni 243-ün üzərinə 624 gəlsək 864 67 etmiş olacaq. 538, 8 təklik, 3 onluğumuz 30, 5 yüzlüyümüz 500. 127, 7 təklik, 2 onluğumuz 20, burada isə 100 edəcək. 500, üzərinə gəlirik 30, üzərinə gəlirik 8-i. 100, üzərinə gəlirik 20, üzərinə gəlirik 7-nə. Açıq şəkildə yazırıq. 5-in üzərinə 100 gəlsək 600, 30-un üzərinə 20 gəlsək 50, 8-in üzərinə 7 gəlsək edəcək 15. Bunları toplayanda isə edəcək 665. Yəni 538-in üzərinə 127 gəlsək burada səhvə yol verdik. 127 gəlsək 665 etmiş olacaq. Növbəti tapşırığa baxaq. 392, 2 təklik, 9 onluğumuz 90, 3 yüzlüyümüz 300. 246, 6 təklik, 4 onluğumuz 40, 2 yüzlüyümüz 200 edəcək. Açıq şəkildə yazaq. 392, 3 yüzlüyümüz var. 9 onluğumuz 90, 2 təklik. 246 ədədində 2 yüzlük, 4 onluq 40, 6 təklik. 300-ün üzərinə 200 gəlsə edəcək 500. 90-ın üzərinə 40 gəlsək 130. 2-nin üzərinə 6 gəlsək edəcək 8. Toplayanda isə edir 638. Yəni 392-nin üzərinə 246 gəlsək 638 etmiş olar. Növbəti qaydaya baxaq. Mərtəbə qiymətlərini ayırmaqla cəmi tapın. 423-ün üzərinə 314 gəlib. Mərtəbə qiymətlərini ayıraq. 400-lük, 300-lük. Yəni 400-ün üzərinə 300 əlavə edirik. 2 onluğumuz 20, 1 onluğumuz 10. Təklikləri toplayaq. 3-ün üzərinə 4 əlavə edirik. 300-dən 400-ün cəmi edir 700. 20 ilə 10-un cəmi 30. 3-ün üzərinə 4 gəlsə edəcək 7. Neçədir? 737 etmiş olacaq. Altı 129 ədədində 6 yüzlüyümüz 600. 238 var. 2 yüzlüyümüz 200. 5 onluğumuz 50. 3 onluğumuz 30. Təkliyi toplayaq. 9 təklik, 8 təklik. 9 üzərinə gəlirik 8-i. Hesablayaq. 600 üzərinə 200 gəlsək 800. 50-dən 30-un cəmi 80. 9-dan 8-in cəmi 17. Bunları toplayan edəcək 897. Davam edirik. 368-in üzərinə 153 gəlib. 3 yüzlüyümüz 300. Burada 1 yüzlüyümüz var 100. 6 onluğumuz 60. 5 onluğumuz 50. 8 təklik. Üzərinə gəlirik 3 təkliyi.
300'dən 100'ün cəmi edəcək 400. 50'dən 60'ın cəmi edir 110. 8'in üzərinə 9 gəlsək, daha doğrusu 8'in üzərinə 3 gəlsək, edəcək 11. Cəm edəcək 400'ün üzərinə 110 gəlsək 510, üzərinə 11 gəlsək 521 etmiş olacaq. 147 ilə 767'nin cəmi. 147 ədədində bir yüzlük var. 767 ədədində 7 yüzlük var. 100'ün üzərinə 700 gəlirik. Onluqlara baxaq. 4 onluğumuz 40, 6 onluğumuz 60. 40'ın üzərinə 60 gəlirik. Təşriyin üzərinə 7'nin üzərinə 7 əlavə edirik. 100'dən 700'ün cəmi edəcək 800. 40'dan 60'ın cəmi edir 100. 7'nin üzərinə 7 gəlsək edəcək 14. Cavab edəcək 914. Davam edək. Toplananlardan birini yaxın yüzlüyə yaxud onluğa tamamlamaqla cəmi tapın. Baxın əziz şagirdlər, burada nümunə veribdir. 205. 205'i yüzlüyə tamamlayıb. 205'dən 5 çıxıb. Amma o çıxdığımız 5'i digər toplananın üzərinə gəlibdir. 132'nin üzərinə gəlibdir. 200'ün üzərinə gəlib sonra 132'nin üzərinə 5 gəldidir 137. 205'dən 5'e çıxıb 200, 132'nin üzərinə 5 gəlib 137. Bunları toplayan deyir 337. İndi tapşırıqlar üzərində baxaq. Gəlin yüzlüyə tamamlayaq. 304'sə 4 çıxaq və digərinin üzərinə 4 gələk. Digər toplanan üzərinə 4 gələk. 304'dən 4 çıxsa qalacaq 300. 463'ün üzərinə 4 gəlsə edir 467. Və bunları toplayanda edir 767. Bu qayda ilə şifahi daha rahat, daha tez tapa bilərik. Sonra 197 burada yazıb 468. 197'nin burada çıxıb sonra üzərinə gəlib. 197'dən onluğa tamamlamaq istəyiriksə 7 çıxa bilərik. Digərində üzərinə 7 əlavə edə bilərik. 197'dən 7 çıxsaq qalır 190'ı. 468'in üzərinə 7 gəlsək edəcək 475. Və bunları toplasaq edəcək 665. Davam edək. B burada qalıb. 213'dən 3 çıxaq. Digər toplananın üzərinə 3 əlavə edək. 213'dən 3 çıxsaq 210'u qalır. 560'ın üzərinə 3 gəlsə edəcək 563. Və bunları toplayanda edəcək 773. 289'dan 9 çıxırıq. Digər toplananın üzərinə 9 əlavə edirik. 289'dan 9 çıxsaq qalır 280. 76'nın üzərinə 9 gəlsə edir 85. Və bunları toplayırıq. Edəcək 365. Davam edirik. 2 çıxaq. Burada digərinin üzərinə 2 gələk. 432'dən 2 çıxsaq edəcək 430. 198'in üzərinə 2 gəlsə edəcək 200. 430'un üzərinə 200 gəlsə edəcək 630. Davam edək. 4 çıxaq və digərinin üzərinə 4 əlavə edək. 378'in üzərinə 4 əlavə edək. 294'dən 4 çıxsaq edir 290. 378'in üzərinə 4 gəlsək edəcək 382. Toplayanda isə edəcək 672. Davam edək. 261'dən 1 çıxaq. 260 olsun.
onluğa tamamlansın. Digər toplananın üzərinə 1 əlavə edək. 261-dən 1 çıxsaq 260. 307-nin üzərinə 1 gəlsə edəcək 308. Və bunları toplasaq edəcək 568. 276-dan 6 çıxsaq onluğa tamamlanacaq. 270 eləyəcək. Buradan 6 çıxdığımız üçün digər toplananın üzərinə 6 gəlirik. 276-dan 6 çıxsaq 270. 388-in üzərinə 6 gəlsə edəcək 394. Və bunları toplayanda 200-dən 300, 500, 70-dən də 90 edir 160. 664 etmiş olacaq təkliyi də əlavə edəndə. Müxtəlif üsullardan istifadə edərək cəmi tap, mərtəbə qiymətlərini ayırmaqla. Gəlin mərtəbə qiymətlərini ayıraq. 300 ilə 500-ün cəmi yazaq 300, üzərinə gəlirik 500. Üzərinə gəlirik onluqları. 2 onluğumuz 20, 1 onluğumuz 10. Sonra üzərinə gəlirik təkliyi 8, üzərinə gəlirik 7-nə. Davam edək. 300 ilə 500-ün cəmi edir 800. 20 ilə 10-un cəmi 30. 8 ilə də 7-nin cəmi 15 etmiş olacaq. Cəm edəcək 845. Davam edək. 487-nin üzərinə 64 gəlib. 4 yüzlüyümüz. Baxın, burada 64-ün yüzlüyü yoxdur. Üzərinə gələ bilərik 0 yüzlük. 8 onluğumuz 80. Üzərinə gəlirik 6 onluğumuz 60-ı. Üzərinə gəlirik 7 təklik və digər 64-ün 4 təkliyini. 400-ün üzərinə 0 gəlsək 400. 80-nin üzərinə 60 gəlsək 140. 7-nin üzərinə 4 gəndə edir 11. Toplayanda isə edəcək 551. Davam edək. Toplananlardan birini yaxın yüzlüyə yaxud onluğa tamamlamaqla hesablama aparaq. Yaxın onluğa və yaxud yüzlüyə 8 çıxa bilərik birinci toplamadan. İkincinin üzərinə 8 əlavə edərik. 308-dən 8 çıxsaq neçəsi qalır? 308-dən 8 çıxanda qalır 300. 517-nin üzərinə 8 gələndə edir 525. Və bunları toplasaq edəcək 825. Davam edirik. 487-dən 7 çıxa bilərik. Digər toplananın üzərinə isə 7 əlavə edərik. 487-dən 7 çıxsaq 480. 64-ün üzərinə 7 gəlsək edəcək 71. 480-nin üzərinə 71 gəlsək edəcək 551. Növbəti tapşırığa baxaq. Toplamanın müxtəlif üsullarından istifadə etməklə məsələni həll et. Masanın hündürlüyü 118 santimetrdir. Masadan 104 santimetr, şkafın hündürlüyü masadan 104 santimetr hündürdür. Şkafın hündürlüyü neçə santimetrdir? Bir daha oxuyuram məsələni. Masanın hündürlüyü 118 santimetrdir. Baxın, masanın hündürlüyünü verib 118 santimetr. Şkaf masadan 104 santimetr hündürdür. Şkafın hündürlüyü neçə santimetrdir? Şkaf masadan 104 santimetr hündürdür. Baxın, masanın hündürlüyü burada bitir, amma hələ şkafın hündürlüyü davam edir. Şkaf masadan 104 santimetr hündürdür. Masanın hündürlüyünü necə taparıq? 118, üzr istəyirəm, şkafın hündürlüyünü necə tapırıq? 118 santimetrin üzərinə əlavə edirik. Şkafın bundan neçə santimetr hündür olduğunu. 104 santimetr hündürdür. 104'ü. Müxtəlif üsullardan istifadə edə bilərik. Məsələn, açıq şəkildə yazmaqla. 100'ün üzərinə 118'də bir yüzlük var. Digər yüzlük gəlirik. Üzərinə onluğu gəlirik. Bir onluğumuz 10. Digərində 0 onluq var. Və təklikləri toplayırıq. 8'in üzərinə 4 gəlirik. 100'ün üzərinə 100 gəlsə edəcək 200.
10'un üzərinə 0 gəlsə, onun təklikləri də toplayanda edir 12. Cavab edəcək 222. Sonra müxtəlif üsuldan necə yaza bilərik? Başqa bir üsul yüzdəyə və yaxud onluğa tamamlamaqla yaza bilərik. 118'in üzərinə 104 əlavə edək. Məsələn, burada 4 çıxa bilərik. 100 olsun. Digər toplananın üzərinə 4 əlavə edə bilərik. 4 əlavə etsək, edəcək 122. 104'dən də 4 çıxsa qalır 100. 122'nin də üzərinə 100 gələndə edir 222. Bunların yanında santimetr də var. 222 santimetr. Şkafın hündürlüyü nə qədər imiş? Şkafın hündürlüyü 222 santimetr imiş. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik.